Mən şəhid qardaşlarımızın valideynlərinin, anasının, atasının, yaxınlarının, yəni doğmaların qarşısında baş əyirəm. Mən şəhid ruhu qarşısında baş əyirəm. Bizim şəhidlərimizin bizlər üçün əmanət etdiyi övladları yazıb mənə. Yazıb ki, müraciət edib ki, bu video haqqında bir məlumat ver, xahiş edirəm. Mən nə deyim, mənim əzizlərim, mənim şəhid qardaşlarımın balaları, ailəsi, mən sizdən üzr istəyirəm. Mən bu məsələyə heç nə deyə bilmirəm. Çünki bu, yəni mən müğənni haqqında nəsə bir söz desəm, yəni tənqid olaram, təhqir olaram, mənim haqqında çox şeylər danışarlar. Bu, belə deyə də bu səhnəni yaradan adam ən azından onu düşünməli idi. Müğənni gəlib ora oxumaq üçün. Ona 5 dəqiqə, 3 dəqiqə vaxt ayrılır oxumaq üçün. Yəni, müğənnini mən bu tərəfdən qınamıram. Ən azından o səhnəni yaradan adam heç olmasa o fikirləşməli idi. Bundan öncə paylaşdığım videoda bir xanım görsünüz orada deyir ki, şəhid şəkillərini yığışdırın, xahiş edirəm. Mən onların qarşısında rəqs edə bilmirəm, oynaya bilmirəm. Amma Nəfəs xanım burada yəni rahat, sərbəst oxuyur, rəqs edir. Onu mən heç nə deyə bilmirəm. Bıraxıram sizin öhdənizə, siz deyin. Nə deyim? Allah öz səbir versin. Allah şəhidlərimizə rəhmət etsin. Çox çətin məsələ.